Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər vaxtınız xeyirli, uğurlu olsun. İnşallah sual-cavab verilişimizdə sizin bizə göndərdiyiniz bir neçə sualın cavabı haqqında danışacağıq. İlk öncə təşəkkürümüzü bildiririk bizə təşəkkür edənlərə, həmçinin sual göndərənlərə, hansı ki, insanların maariflənməsinə səbəb olurlar. Allah hamıdan razı olsun. Düzdür, suallar azdır və birinci sual siqaretin hökmü barəsindədir. Salam aleykum hacı, aleykəssalam, siqaret çəkmək haqqında ümumi izah edin. Zəhmət olmasa hansı alimlər haram buyurub, onu da deyin. Ümumiyyətlə, bizim dinimizdə zərərli olan bütün şeylər haram sayılır. Lakin burada bir məsələ var ki, bu zərərlərin özü müəyyən dərəcələri var. Burada alimlər təkcə siqaret barəsində yox, ümumiyyətlə, həmçinin siqaret də bunun içərisindədir. Əgər insana çox ciddi bir, mühüm, etina olunacaq dərəcədə ziyanı varsa, bu zaman həmin şey haramdır, həmçinin siqaret də olsa. Alimlərin siqaret barəsində də yenə cavabı bundan ibarətdir ki, əgər siqaretin çox ciddi, mühüm və etina olunacaq dərəcədə zərəri varsa, ziyanı varsa, bəli, bu haramdır, ondan istifadə eləmək, onu çəkmək şəxs üçün haram sayılır. Bu, aid ola bilər xəstə insanlara və yaxud da ümumiyyətlə o insanlara ki, müəyyən problemləri var və siqareti çəkməklə həqiqətən də o üçün çox ciddi problem yaradacaq. Bəli, bu zaman haram sayılır. Amma onun elə də zərəri olmasa, bu zaman o caizdir və haram sayılmır. Alimlərin də əksəriyyətinin demək olar ki, fikri, fətvası bundan ibarətdir. Sadəcə Ayətullah Məkarim Şirazi ağa, bəli, siqareti haram buyurur, buyurur ki, siqaret çəkmək haram sayılır. Yenə də təşəkkürlər gəlib, biz də təşəkkür edirik. Növbəti bir sual. Əssalamu aleykum hacı, aleykəssalam, sualım var, bir mahnı var və o əyləncə tədbirlərində və yaxud konsertlərdə qadın tərəfindən ifa olunur və haram hesab olunur. Bəli, qadının ifası haram sayılır. Qadın oxuyursa, onu naməhrəmlər eşidirsə, bu haram sayılır. Əgər bu mahnını qadın və ya kişi oxumasa, ifa etməsə, fortepiano kimi musiqi, misal üçün, musiqi alətlərində ifa olunsa, musiqi yenə də haram sayılır. Yəni, sadəcə musiqi sakit və ritmlə olan musiqi, vokalsız. Bu halda da musiqi haram sayılır. Ümumiyyətlə, musiqi, bir var mahnının özü, bir də var bir şəxsin oxumağı. Bəli, oxumaqda ğina haram sayılır. Bunu dəfələrlə biz demişik. Ğina haramdır. Yəni, insan bir cür oxuya ki, qarşı tərəf həm ritmik ola, qarşı tərəfi belə deyək, eyşi-işrətə cəlb eləyə və o oxumaq eyşi-işrət məclislərinə uyğun oxumaq sayıla, bu haram sayılır. Ancaq sırf musiqinin özü, yəni musiqinin ifası oxumaq olmasa, istər qadın, istər kişi tərəfindən, bu halda da həmçinin. Yəni, musiqi də halal və haram növlərə bölünür. Musiqinin haram və yaxud da halal olmasının meyarı onun yenə də eyşi-işrət məclislərinə uyğun ifa olunub-olunmamasıdır. Yəni, sırf musiqi alətlərində hansısa bir musiqini ifa eləyirsə bir adam, o ritmik olur, insanı eyşi-işrətə cəlb eləyir və kefdamaq məclislərinə uyğun bir mahnı sayılırsa, musiqi sayılırsa, bəli, o da haramdır, həm ifası, həm də ona qulaq asmaq. Amma dediyimiz kimi, əgər ritmik olmasa, əgər eyşi-işrətə cəlb etməsə və bu mahnı eyşi-işrət məclislərinə uyğun bir mahnı da deyilsə, onun ifa olunmasının sırf musiqi alətində heç bir eybi yoxdur. Salam hacı, aleykəssalam, Allah sizdən razı olsun. Sizə bir sualım var. Mən sünniyəm, amma şiəliyi qəbul etmişəm. Axirətdə buna görə sorğu-sual olunacam. İnsan ümumiyyətlə İslamda olan düz
təriqəti çalışmalıdır, axtarsın, tapsın. Peyğəmbərimizin belə bir kəlamı var ki, məndən sonra mənim ümmətim 73 dəstəyə, firqiyə bölünəcək ki, onlardan biri nicat tapacaq. Firqətun naciyə ki, hədislərdə belə gəlir adı, yəni nicat tapmış firqə. İnsan gərək Peyğəmbərdən sonraki imamları, ümumiyyətlə insan Peyğəmbərə və Peyğəmbərdən sonra kimə tabi olmalıdır? Bax, bunları insan dəqiq araşdıra. Və araşdıranda da məlum olur ki, Peyğəmbərimiz bizə 2 dənə ağır əmanət qoyub. Biri Allahın kitabı, biri də öz əhl-i beyti, itrəti. Ki, bura aiddir Həzrəti Əli əleyhissalam, Həzrəti Fatimə-i Zəhra, İmam Həsən, İmam Hüseyn və digər məsum imamlarımız. Bəli, hər bir insan dində, bax, Qur'ana və Peyğəmbərin tapşırdığı əhl-i beytə tabi olmalıdır. Yəni, necə Peyğəmbər zamanında yaşayan insanlar Peyğəmbərə tabi olmaqla müsəlman sayılırlar, mömin sayılırlar və nicat tapmış dəstə sayılırlar. Peyğəmbərdən də sonra Peyğəmbərimizin bu 2 ağır əmanətinə birgə sarılan insanlar, yəni həm Allahın kitabı Quran-ı Kərim, həm də Peyğəmbərin itrəti əhl-i beyt. Bunlara sarılan insanlar nicat tapmış insanlar sayılırlar. Ona görə də sünnə və şiə, bu 2 kəlmənin mənası nədir? Bu 2 kəlmənin mənası, yəni sünnə, Peyğəmbər sünnəsi, məsum imamın sünnəsi, yəni onun dediyi sözlər, onun buyurduğu qaydalar, qanunlar, kəlamlar, bunlar sünnə sayılır. Və bir insan əgər Peyğəmbər sünnəsinə, ümumiyyətlə məsum imamın sünnəsinə tabi olursa, bəli, bu zaman həmin şəxs həm də elə şiə sayılır. Çünki şiə də Peyğəmbər əhl-i beytinin ardıcıllarına deyirlər. Çünki Peyğəmbər əhl-i beytinin ardıcılları həm də sünniyə tabi olan insanlardılar. Çünki Peyğəmbərimizin sünnəsində var ki, mən sizin aranızda 2 əmanət qoyuram. Biri Quran-ı Kərim, Allahın kitabı, biri də mənim itrətim, əhl-i beytim. Ona görə də bunları ayırmaq düzgün də deyil. Deməli, Peyğəmbər sünnəsinə tabi olan həm də əhl-i beyt şiyyəsidir. Əhl-i beyt şiyyəsi həm də Peyğəmbər sünnəsinə tabi olandır. Yəni, əsl sünniyə tabi olan əhl-i beyt tərəfdarları və əsl əhl-i beyt tərəfdarları isə Peyğəmbər sünnəsinə tabi olandır. Yəni, bunlar ayrılmazdır ki, əfsuslar olsun, biz ayırırıq, amma hər halda bu yoldaş burada sual verir ki, axirətdə buna görə sorğu-sual olunacaq. Əlbəttə ki, insan haqqı axtarıb tapdığı üçün sorğu-sual olunmur. Bütün insanların onsuz da sorğu-sualı var. İnsan haqqı axtarıb tapandan sonra da o haqla getdiyinə görə nə qədər düz gedib, necə gedib, bunların özünə görə də sorğu-sual olunacaq. Amma belə deyək, insan haq yoldan səhv yola, batil yola keçibsə buna görə sorğu-sual olunacaq. Amma səhv yoldan düz yola gəlibsə buna görə insan niyə sorğu-sual olunsun ki? Bəli, sorğu-sual buna görə oluna bilər ki, sən bu düz yolda nə qədər müvəffəq ola bildin, nə qədər uğur qazana bildin. Bunlar ayrı bir şey. Amma yenə də hər halda insan düz olan mövqeyi seçdiyinə görə sorğu-sual yoxdur. Əksinə ona mükafat var ki, sən düz olan mövqeyi təyin edə bildin. İkinci bir sualım da var. Yoldaş buyurur, bir adam məscidə gedib, orada tövbə deyib, tövbənin sözlərini ona dediriblər. Amma həmin adam tövbəsini pozub, yenidən tövbə edib. Bu tövbə düzgündürmü? İkinci tövbə. Bəli, ikinci tövbə düzdür. Ümumiyyətlə, insan çalışmalıdır ki, tövbəni hər zaman eləsin. Hər gün tövbə eləsin. Tövbə əslində əstəğfirullah Rabbi və ətubu iləyh demək də deyil. Hərçənd ki, tövbənin sözü həmin sözdür, istiğfar sözüdür. Əstəğfirullah Rabbi və ətubu iləyh, yəni ilahi, məni bağışla, sənə sarı qayıdıram, səndən bağışlanmaq diləyirəm. Amma hər halda tövbə əsas insanın peşmançılığıdır, günahdan peşman olması, eyni zamanda da söz verməsi, vədə verməsi, yəni sözünün də üstündə dayanması. Söz verir ki, adam, bəli, mən bir daha bu günahı qayıtmayacam və bir daha boynuma düşən ilahi vəzifələri, şəri hökmləri yerinə yetirəcəm.
Buna ki, insan söz verir, əzm göstərir və əvvəlki o cahil həyatına, günahla dolu həyatına da peşmanlayıb da bir də ora qayıtmamağa söz verir. Bəli, bu adam tövbə etmiş sayılır. Bəli, indi dildə də tövbənin sözlərini deyirsə, nə gözəl. Allahdan bağışlanmaq diləyirsə, nə gözəl. Bu adam əgər yenidən tövbəsini sındırdısa, o keçmiş günaha qayıtdısa, yenə də Allah bağışlayandır, yenə də mərhəmətlidir. Əgər yenə də insan peşman olsa və söz versə, əlbəttə ki, Allah onu qəbul eləyər və yenə də Allah onun günahlarını bağışlayar. Allah hamımızın günahlarını əfv eləsin, dünya və axirət mərhəmət və məğfirətindən heç birimizi ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.